Salam əziz izləyicilər. Bu gün sizə İmam Zaman əleyhissalamın zuhuru haqqında danışacağıq. Zuhr dövranının ümumi siması. Quran-ı Kərim Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm əbədi möcüzədir və hər bir zamanda öz təravətini saxlamaqdadır. Bununla belə həmişə təzə olan möcüzələrdən biri də İslamın yenidən qayıtdığı dövrə, vədəsi verilən vaxta qədər insanların gələcəyinin və İslamın seyr xəttinin o həzrətin vasitəsilə bəyan edilməsidir. Bu elə bir əsrdir ki, Allah Taala öz dinini bütün dünya dinlərinə və məktəblərinə, müşriklərin və kafirlərin xoşlarına gəlməsə belə qalib edəcəkdir. Bu əsr həqiqi mənada zuhur əsridir ki, bu mövzu da elə bu dübarədədir. Zuhr əsri dedikdə Həzrəti Məhdi əleyhissalamın zuhr etdiyi dövr nəzərdə tutulur. Bunu Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləmin yüzlərlə rəvayətə müjdə vermişdir. Həmçinin sahabələr, tabeinlər, siyah müəliflərin bu iki əsr İslam və zuhr barəsində nəql etdiyi rəvayət məzmunlarında yüzlərlə rəvayət vardır ki, fərq yalnız onların bəyan üslublarındandır. Əgər onlara məsum imamların nəql olunan hədisləri və əlavə etsək, sayı mindən artıq olar. İmamlar əleyhissalam öz hədislərində dəfələrlə təkrar etmişlər ki, bəyan etdiklərini öz ata-babalarından, onlar da əziz ulu babaları Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm nəql etmişlər. Bu rəvayətlər dünyanın zuhur əsrindəki vəziyyətindən, xüsusilə Həzrətin zuhur etdiyi məntəqə barəsində, o cümlədən Yəmən, Hicaz, İran, İraq, Şam, Fələstin, Misir, Məğrib, Mərakeş kimi məntəqələr barədə oxuculara kamil bir təsəvvür yaradır. Belə ki, hadisələrdən bir çox, o cümlədən ayrı-ayrı şəxslərin və məkanların adlarında gəlmişdir. Mən çalışmışam ki, onların adlarını çoxlu rəvayətlər arasında seçərək mümkün olan qədər aşkar və dəqiq şəkildə müsəlmanların istifadəsinə verəm. Bu bölmədə həmin rəvayətləri şərh etməzdən qabaq onların xülasəsini bəyan edirik ki, zuhur əsrinin ümumi siması aydın olsun. Rəvayətlərdə göstərilir ki, Həzrəti Məhdi əleyhissalamın zuhur hərəkatı və inqilabı həm dünya, həm də məntəqə səviyyəsində hazırlıq və müqəddimə işlərinin baş verməsindən sonra Məkkədən başlanmışdır. Rəvayətlərin bəyan etdiyinə əsasən dünya səviyyəsində Romalılarla, Qərblərlə Türklər arasında, yaxud onların havadarları olan zahirən Ruslar arasında ağır müharibə baş verəcəkdir və dünya müharibəsinə səbəb olacaqdır. Amma məntəqə səviyyəsindəki hadisələrə gəldikdə isə Həzrəti Məhdi əleyhissalamın havadarı olan iki dövlət, biri İranda, digəri isə Yəməndə təşkil olunacaq və o Həzrətin İranla köməkçiləri zuhurdan bir müddət öncə öz hökumətlərinin təsis edəcək uzun müddətli müharibə başladıqdan sonra nəhayət qələbə çalacaqlar. O Həzrətin zuhurundan azacıq öncə İranlılardan iki böyük şəxsiyyət, Xorasanlı Seyid siyasi rəhbər və Şuayb bin Saleh hərbi rəhbər ünvanında zahir olacaqdır. İranlılar bu iki şəxsin rəhbərliyi altında o Həzrətin zuhur hərəkatında mühüm rol ifa edəcəklər. Həzrəti Məhdi əleyhissalamın Yəmənli köməkçilərinə gəldikdə isə onların qiyam və inqilabları zuhurdan bir neçə ay öncə olacaq və zahirən onlar Hicazda yaranan siyasi böhranı səhmana salmaq üçün həmkarlıq edəcəklər. Bu siyasi boşluğa səbəb Hicazın axırıncı padşahı və filan xanadandan olan səfeh bir şəxsin öldürülməsi olacaqdır ki, sonra onun canişinlik məsələsində ixtilaf yaranacaq və bu ixtilaf Həzrəti Məhdi əleyhissalamın zuhruna qədər davam edəcəkdir. Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurur: Abdullahın əcəli gəlib çatmayanda cəmaət heç kəsin onun canişi olması barədə razılığa gəlməz və bu hadisə Mehdinin zuhuruna qədər davam edər. Bir neçə illik səltənətlərinin ömrü sona çatar. Bir neçə aylıq və bir neçə günlük padşahlıqdan növbəsi gəlib çatar. Əbu Bəkir soruşdu: Bu vəziyyət çox davam edəcəkdirmi? Həzrət buyurdu: Əsla.
Onun Abdullahın öldürülməsindən sonra Hicaz qərblərin arasında çəkişmələr yaranacaqdır. Zuhurun əlamətlərindən biri də bu hərəkətlər Məkkə-Mədinə arasında baş verən hadisədir. Soruşuldu, hansı hadisə baş verəcəkdir? Buyurdu, iki hərəm arasında qəbilə məsuliyyətləri yaranacaq və filankəsi övladlarından olan bir şəxs yuxarı səviyyəli qəbilənin böyük şəxsiyyətlərindən və başçılarından yaxud öz müxalifətlərindən övladlarından 15 nəfərini qətlə yetirəcəkdir. Bu zaman Həzrət Məhdi əleyhissalamın zuhrunun əlamətləri aşkar olacaqdır. Bəlkə də bunun ən böyük əlamətləri onun adı ilə Ramazan ayının 23-də eşidiləcək səmavi nidadır. Seyf İbni Umeyr deyir, Əbu Cəfər Mənsurinin yanında idim və o heç bir müqəddimə olmadan dedi, ey Seyf İbni Umeyr, şübhəsiz səmadan nida edən şəxs Əbu Talibin övladlarından birinin adı ilə nida edəcəkdir. Dedim, sənə fəda olum ey əmrəl-müminin, bu sonsuz rəvayətdirmi? Dedi, bəli, and olsun o kəsə ki, canım onun əlindədir. Bunu öz qulağımla eşitdim. Dedim, ey əmrəl-müminin, mən indiyə qədər belə bir hədis heç kəsdən eşitməmişdim. O dedi, ey Seyf, bu haqq sözüdür. Bu əmr vaqe olunanda onun dəvətinə müsbət cavab verən ilk şəxslər bizik. Məgər o nida bizim əmoğlanlarımızdan bir kişinin çağırmırmı? Dedim, o kişi Fatimə əleyhissalamın övladlarındandır. Dedi, bəli, ey Seyf, bu rəvayəti Əbu Cəfər Muhammed İbni Ali İmam Baqir əleyhissalamdan eşitdim. Əgər bunu yer üzündəki insanların hamısı desəydi, mən qəbul etməzdim. Amma o, Muhammed İbni Ali İmam Baqir əleyhissalamdır. Rəvayətlərə əsasən bu səmavi nidadan sonra Həzrət Məhdi əleyhissalam öz köməkçiləri və havadarları ilə gizli rabitə bərqərar edəcəkdir. O Həzrətin barəsində bütün dünyada çoxlu sözlər danışılacaq, onun adı dillər əzbəri olacaq və ona olan məhəbbət bütün qəlblərlə özünə yer açacaqdır. Düşmənləri o Həzrətin zuhurundan bərk qorxuda olduqlarına görə onu ələ keçirmək üçün tam ciddiyyətlə səy göstərərlər. Cəmaət arasında şaya salınar ki, o Həzrət Mədinə-i Münəvvərədə yaşayır. Hicaz hökumətinin qorxuda olduqlarına görə onu ələ keçirmək üçün tam ciddiyyətlə səy göstərərlər. Cəmaət arasında şaya salınar ki, o Həzrət Mədinə-i Münəvvərədə yaşayır. Hicaz hökuməti yaxud xarici qüvvələr daxili vəziyyəti nəzarət altında saxlamaq, qəbilə çəkişmələrinə son qoymaq üçün dövrün hökuməti ilə əlbir olub Suriyadan Süfyanın ordusunu köməyə çağıracaqlar. Bu ordu Mədinəyə daxil olub tutduqları hər bir Haşimi kişisini qətlə yetirəcəklər. Onların əksəriyyəti və şiələrin çoxu öldürüləcək, qalanları isə zindana salınacaqdır. Süfyanı öz qüvvələrindən bir hissəsini Mədinəyə göndərərək onlar da həmin yerdə bir kişini qətlə yetirəcəklər. Məhdi və Mənsur oradan qaçacaq. Peyğəmbər övladlarının böyüklüyü, kiçikliyi hamısı tutulacaqdır. Belə ki, tutulub zindana salınmayan bir kəs qalmayacaqdır. Süfyanı qüvvələri o iki nəfəri təqib edərək şəhərdən kənara çıxaracaq. Həzrət Məhdi əleyhissalam, Həzrət Musa əleyhissalam kimi nigaran halda oradan çıxıb Məkkəyə yola düşəcək. Sonra o Həzrət Məkkədə öz köməkçilərindən bəziləri ilə əlaqə yaradaraq nəhayət özünü müqəddəs hərəkatını Məhərrəmin 10-cu gecəsi İşa namazından sonra Məkkə hərəmindən başlayacaq, cəmaət qarşısındakı ilk çıxışını Məkkədə söyləyəcəkdir. Bu zaman düşmənləri o Həzrətə qarşı suiqəst etməyə çalışacaqlar. Amma o Həzrətin köməkçiləri onu araya alaraq düşmənlərini uzaqlaşdıracaqlar. Onlar əvvəlcə Məscid-ül Hərama, sonra isə Məkkə şəhərinə hakim olacaqlar. Məhərrəmin 10-cu günü Məhdi əleyhissalam dünya xalqlarına köməyə çağıracaq və Məkkədə qalacaqlarını elan edəcəkdir. Nəhayət əziz Cəddi Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin vədə verdiyi möcüzə baş verəcək. O Həzrətin hərəkatının məğlub etmək üçün Məkkəyə doğru hərəkət edən Süfyanı ordusu yerə batacaqdır. Süfyanı ordusu Mədinə çölündə çatdıqda Allah Taala onları yerə batıracaqdır. Bu da Allah Taala'nın buyurduğu aşağıdakı ayənin xarici nümunəsidir. Ey Peyğəmbər, əgər sən
təxribatlıqların azğın vəziyyətini müşahidə etsəydin, o zamanki qorxulu vəziyyətə düşənlər və onlar üçün heç bir əzab əsirgələnməz və yaxud bir yerdə müsibətə düçar olacaqlar. Onlar səhraya çatdıkları zaman yerə batarlar, onda gedənlər qayıdarlar ki, o qoşunu necə olduğunu görsünlər. Bu zaman özləri də onların aqibətinə düçar olarlar. Arxada qalanlar da gəlib çatdıqları və onların vəziyyətlərini bilmək istədikləri zaman həmin bəlaya düçar olarlar. O Həzrət düşmənlərini yerə batma möcüzəsindən sonra 10.000-dən artıq olan ordu ilə Mədinəyə doğru yola düşər. Düşmən qüvvələri ilə apardığı müharibədə qələbə çaldıqdan sonra orada qərarlaşar. Məkkə Mədinəni azad etdikdən sonra isə Hicazı fəth edər və məntəqədə hakim olarlar. Bəzi rəvayətlərdə qeyd olunur ki, o Həzrət Hicazın fəthindən sonra İranın cənubuna gələr, orada Xorasanlıların qoşunlu qarşılaşarlar. Onlar Həzrətə beyyət edər və çiyin-çiyinə düşmənlə vuruşar. Nəhayət böyük və aşkar bir qələbəyə fəth-i mübinə nail olarlar. Sonra İmam əleyhissalam İraqa daxil olub, oranın daxili vəziyyətini islah edər. Süfyanın ordusunu, oradakı qalıqlarını və qiyamçı qruplarını tarmar etdikdən sonra onların hamısını qətlə yetirər. Daha sonra İraqı mərkəzi hökumət, Kufəni isə paytaxt qərar verər. Beləliklə Yəmən, İran, İraq, Hicaz və Fars körfəzindəki ölkələrin hamısı o həzrətin hakimiyyətin altına keçər. İmam böyük bir ordunu Qüdsə göndərəcəkdir. Bu zaman Süfyan o həzrətin müqabilində geri çəkiləcəkdir. Nəhayət o həzrətin ordusu Dəməşqin yaxınlığındakı Mərəc Əzrada düşərgə salacaq. O həzrət də Süfyanın arasında müzakirələr başlayacaqdır. Amma o həzrətin müqabilində Süfyanın tutduğu mövqe xüsusilə ümumxalq kütlələrindən böyük bir hissəsini o həzrətə qoşulacağı zaman zəifdir. Belə ki, rəvayətlərin göstərdiyi kimi Süfyanın çarəsiz qalaraq qüdrəti o həzrətə havalə ediləcəkdir. Amma onun Yahudi və qərbli himayədəçiləri, eləcə də əlaltıları onu məzəmmət edib danlayacaq, öz qüvvələrini səfərbər etməklə yenidən imamın ordusu ilə şiddətli müharibəyə girişəcəklər. Belə ki, o müharibənin hüdudları Fələstindəki Əggahdan tutmuş Türkiyədəki Antakiyə qədər, daxilində isə Tərəbiyyədən Dəməşqə və Qüdsə qədərdir. Təbəriyyə və onun məşhur dəryası Fələstində yerləşir. Bu zaman Allah Taala Süfyanı Yahudi və qərb olduqlarına qəzəblənəcək, onlar müsəlmanların əli ilə qətlə yetiləcəklər. Belə ki, əgər onlardan biri daşın arxasında gizlənmiş olsa belə, o daş fəryad edib deyəcəkdir: "Ey müsəlmanlar, Yahudilərdən biri burada gizlənmişdir, onu öldürün." Nəhayət Allahın qələbə və zəfəri Həzrət Məhdi əleyhissalama və müsəlmanlara nəsib olacaq və o Həzrət qalib halda Qüdsə daxil olacaqdır. Xaçpərəst qərblilər gözlənilmədən Yahudilərin və onların himayə edən qoşunların o Həzrətin qüdrətli əlləri ilə məğlub olmasını müşahidə etdikdə qəzəbləri daha da şiddətlənəcəkdir. İmamın əleyhinə müharibə elan edəcəklər. Lakin gözlənilmədən İsa əleyhissalamdan Qüdsə nazil olacaq və öz sözləri ilə dünya xalqlarını, xüsusilə Məsihlərə xitab edəcəkdir. Həzrəti İsa əleyhissalamın nazil olma əlaməti bütün müsəlman və Məsihi millətlərin sevincinə səbəb olacaqdır. İsa əleyhissalam Həzrəti Məhdi əleyhissalam ilə qərblər arasında vasitəçilik edəcək, tərəflər arasında 7 illik sülh müqaviləsi imzalanacaqdır. Sizinlə Rumlular qərblilər arasında 4 dəfə sülh müqaviləsi bağlanacaqdır ki, onların dördüncüsü Herkel sülaləsində olan bir kişinin vasitəsilə baş verəcək və 7 il davam edəcəkdir. Əbdülqeys qəbiləsində olan Məstur İbn Feyyan soruşur: "Ey Peyğəmbər, o gündə insanların rəhbəri kim olacaqdır?" buyurdu. "Mənim övladlarımdan olan Məhdi zahirdə 40 yaşlı nəzərə çarpır. Onun üzü parlaq bir ulduz kimi nur saçır. Sağ yanağında xal vardır. 2 qövdən qəbbəsi genişdir. Qövbün Küfədə bir məntəqənin adıdır. Bəni İsrailin böyük şəxsiyyətləri kimi cilvəlidir. O yerin xəzinələrini çıxaraq və şirkə bulaşmış şəhərləri azad edəcəkdir."
Bəzi rəvayətlərdə qeyd olunur ki, qərblər 2 ildən sonra müqaviləni pozacaqlar. Bəlkə də bu işin səbəbi Həzrəti İsa əleyhissalamın insanlar arasında yaratdığı həmrəylikdən törənən qorxu və vəhşət hissi olacaqdır. Çünki qərblərdən çoxu müsəlman olaraq Həzrəti Məhdi əleyhissalamı himayə edəcəklər. Buna görə də qərblər gözlənilməz bir hücumla 1 milyona yaxın əskərlə Şam və Fələstin üzərinə yürüş edəcəklər. O zaman sizinlə ət peyman bağlanacaq 80 ordudan ibarət olan bir qoşunla hücum edəcəklər ki, hər bir ordu 12 min əskərdən ibarətdir. İslam qüvvələri onların qarşılaşacaq və İsa əleyhissalam Həzrəti Mehdi əleyhissalama olan mövqeyini elan edəcək və Qüdsdə onun arxasında namaz qılacaqdır. Qüdsdən azadlığı uğrunda qərblərlə aparılan müharibə Əccahdan Antakiya, Dəməşqdən Qüdsə və Mərəz Əzraya qədər işğal olunmuş Fələstində bir məntəqənin adıdır. Baş verəcəkdir ki, qərblər çox ağır məğlubiyyətə düçar, müsəlmanlar isə böyük və aşkar qələbəyə nail olacaqdır. Bu müharibədən sonra Avropanı və xristiyan aləmini fəth etmək üçün qapılar o həzrətin üzünə açılacaqdır. Zahirən bəzi ölkələr öz millətlərini başladığı inqilab vasitəsilə fəth olunacaqdır. Çünki onlar özlərini Həzrəti Məhdi və Məsih əleyhissalam ilə müxalif olan hökumətlərini devirib, o həzrətin tərəfdarı olan bir hökumət quracaqlar. İmamın Əli ilə qərbin fəth olunmasından, o ölkələrin həzrətə tabi olmasından və o yerlərin əhalisinin əksəriyyətinin İslamı qəbul etməsindən sonra Həzrət İsa əleyhissalam vəfat edəcək, Həzrət Məhdi əleyhissalam da müsəlmanlarla birlikdə onun cənazəsinə namaz qılacaqdır. Rəvayətlərdə buyurulduğu kimi, İmam əleyhissalam o həzrətə qıldığı namazı və dəfn mərasimini cəmaatın gözləri önündə yerinə yetirəcəkdirlər ki, əvvəldə olduğu kimi onun barəsində əbəs sözlər danışmasınlar. Sonra onun pak cənazəsini anası Müqəddəs Məryəmin toxuduğu parça ilə kəfənləyib anasının şərif məzarının yanında Qüdsdə torpağa tapşıracaqlar. O həzrətin dünyanı fəth etməsindən və bütün dünya dövlətlərini vahid İslam hökuməti altında birləşməsindən sonra İmam əleyhissalam müxtəlif sahələrdə öz ilahi məqsədinin gerçəkləşməsi üçün dünya xalqları arasında müəyyən işlər görəcək. O, cəmiyyətin maddi həyatında ciddi irəliləyiş edilməsi, hamının rifahının yüksəldilməsi, elm və mədəniyyətin geniş səviyyəyə inkişafa və nəhayət insanların dini və dünyavi azadlıqların təmin edilməsi üçün çalışacaqdır. Bəzi rəvayətlərdə buyurulur ki, həzrətin insanların mövcud elminə və əlavə etdiyi elmin miqdarı 25-in 2-yə olan nisbətidir. Yəni, əvvəllər insanların malik olduğu və 2 hissədən ibarət olan elmə digər 25 hissə əlavə edəcək. Beləliklə, bütün elm 27 hissədən ibarət olacaqdır. O, həzrətin hakimiyyətinin dövründə insanlar səadət edəcək, hətta qeyb aləminin qapılarını bizim yaşadığımız maddi aləmə açılacaq, behişt əhli yer üzünə gələcək və bir sıra möcüzəli işlər baş verəcəkdir. O, həzrətin dövründə və ondan sonra peyğəmbərlərdən və imamlardan bəziləri yer üzünə qayıdacaq və Allahın iradə etdiyi müddət ərzində hakimiyyətdə olacaqlar ki, bu da qiyamətin nişanələrindən onun müqəddimə işlərindən hesab olunur. Belə nəzərə çarpır ki, məlum Dəccalın hərəkatı və onun törətdiyi fitnə fəsadın səbəbi İmam Zaman əleyhissalamın dövründə bəşər cəmiyyətlərinin elmdən azğın yollardan istifadə etməsi və rifah içində yaşaması olacaqdır. Dəccal son dərəcə inkişaf etmiş gözbağlayıcılıqdan istifadə edərək öz ardıcıllarından əksəriyyətini təşkil edən qadınları, cavan qız və oğlanları aldadacaqdır. Buna görə də dünyanı fitnə fəsad bürüyəcək, çoxları onun hilələrinə inanacaqlar. Amma Həzrəti Məhdi əleyhissalam onun hilələrini ifşa edəcək, onun və havadarlarının həyatına son qoyacaqdır. İmam Məhdi əleyhissalamın dünya səviyyəli hərəkatı barəsində olan ümumi mətbəələr bundan ibarətdir idi. Amma bu hadisələrin baş verdiyi dövrdə onun ən aşkar nişanələri rəvayətdə belə buyurulur. Əvvəlcə İslam ümməti üçün bir fitnə qarşıya çıxacaq. Rəvayətlərdə o ən axırıncı və ən çətin fitnə kimi vəsf edilir ki, Həzrəti Məhdi əleyhissalamın zuhuru ilə aradan qaldırılacaqdır.
diqqət yetirilməlidir ki, bu fitnə fəsadın geniş və ümumi xüsusiyyətləri bu əsrin əvvəllərində qərblərin və onlara əhd-i peyman olan hegemon şərq ölkələrinin İslam ölkələrinə hakim kəsilməsi və fitnə fəsad törətmələri ilə uyğun gəlir. Çünki bu fitnələr bütün İslam ölkələrini və bütün müsəlman ailələrini örtmüşdür. O dövrdə elə bir ev yoxdur ki, fitnə ora daxil olmasın. Elə bir müsəlman qalmayacaq ki, xəsarətə düçar olmasın. Həris və azgöz adam yağlı tikələr və cürbəcür yeməklər olan süfrəyə hücum etdiyi kimi, kafirlər də müsəlman ölkələrə hücum edirlər. O fitnə fəsad baş verdiyi dövrdə bir qrup qərbdən, bir qrup da şərqdən gələrək mənim ümmətimə hegemonluq edəcəkdir. Bu fitnə Şamdan başlayacaqdır. O yer ki, bizim qatı düşmənlərimiz öz mənfur və istismarçı hakimiyyətlərini məhz oradan başlamış və oranı mədəniyyətin çatdığı yer adlandırılmışdır. Nəticədə rəvayətdə Fələstin fitnəsi adı ilə qeyd olunan bir fitnə yaranacaqdır ki, bu fitnə nəticəsində Şam ölkəsi tuluqda çalxalanan su kimi bir-birdən qarışacaqdır. Fələstin fitnəsi qalxan zaman Şam məntəqəsi suyun tutulduğu bir-birinə qarışacağı kimi qarışılacaq və dağılacaqdır. Rəvayətlərdə müsəlmanları, övladları və nəsilləri belə vəsf olunur ki, onlar bu fitnəli mədəniyyətdə böyük boyu başa çatacaq, sonra mədəniyyətlərdən xəbərsiz qalacaq, həva-həvəs əsasında hökmranlıq edən zalim hökmdarların ən ağır işgəncələri altında olacaqlar. Şərif hədislər bu fitnənin törətdirilən Rumlulardan, qərblərdən və ruslardan ibarət olduğunu bəyan edir. Zuhr ilində baş verən böyük hadisələrdə onlar öz qüvvələrini Fələstin Rəmlə məntəqəsində, Türkiyə, Suriya sərhədində də yerləşən Antakiyada və Suriya-İraq-Türkiyə sahələrində cəzirədə yerləşdirəcəklər. Rumlar, Qərb və Rusiya sizin əleyhinizə qiyam etdikləri və bir-birləri ilə müxalifətdə olduqları zaman dünya səviyyəli çəkişmələr və müharibələr başlayacaq. Onların havadarları Cəzirədə və Rəmlədə qərarlaşmaq üçün hərəkət edəcəklər. Həmçinin qeyd olunur ki, o həzrətin zuhuru İrandan başlanacaqdır. Onun zuhurunun başlanacağı şərq tərəfdarlarındandır, məntəqələrindəndir. O zaman gəlib çatdıqda Süfyan xuruc qiyam edəcəkdir. Yəni, o həzrətin zuhurunun şəraiti və müqəddiməsi Salman Farsinin tərəfdarlarının əli ilə olacaqdır. Əllərinin də qara bayraqlar olan şəxslər tərəfindən başlanacaqdır. Hərəkatları da qumdan olan bir şəxsin əli ilə olacaqdır. Bir nəfər qumdan qiyam edəcək və insanları haqqa doğru çağıracaqdır. Onun ətrafında toplaşanlar qəlbləri polad parçaları kimi o qədər möhkəmdir ki, müharibə tufanından, güclü küləklərdən qorxmaz, müharibədən qorxub, usanmaz, qəlblərində vəhşətə yol verməzlər. Onlar həmişə Allaha arxalanıb, yalnız ona təvəkkül edərlər. Yaxşı və xeyirli aqibət təqvaları məxsusdur. Onlar qiyam etdikdən və inqilabın qələbəyə çatdıqlarından sonra öz düşmənlərini hegemon qüdrətlərindən istəyəcəklər ki, onlara işləri olmasın, onların işləri daxil etməsinlər. Lakin düşmənlər bu istəyə etina etməyəcəklər. Onlar haqqı axtararlar, lakin onlara verilməz. Yenə də haqqı istəyəcəklər. Bu dəfə də onlara verilməyəcəkdir. Bu vəziyyəti müşahidə etdikləri zaman əllərinə silah alıb, arzu və istəkləri həyata keçənə qədər mübarizəni davam etdirəcəklər. Lakin bu dəfə də bunlar qəbul etməyəcək və nəhayətdə qiyam başlayacaqdır. Hərəkatın bayrağını sizin sahibinizin əlinə Həzrət Məhdi əleyhissalam tapşırılacaqdır. Onların öldürülənləri haqq yolunun şəhidləridir. Rəvayətlərə görə onlar uzun müddət müharibə qələbə çalacaqlar. Vədəsi verilən iki şəxs də onların arasında zahir olacaqdır. Onların biri fəqih və mərcə yaxud siyasi rəhbər ünvanı ilə olan Xorasanlı Seyid, digər isə Rey əhalisinə olan buğdayı rəngli seyrə saqqalı Şuayb ibn Salih hərbi sərkərdə ünvanı ilə qeyd edilmişdir. Bu iki şəxs İslam bayrağını Həzrət Məhdi əleyhissalama təhvil verib, öz qüvvələri ilə o həzrətin qoşunu ilə iştirak edəcəklər. Şuayb ibn Salih o həzrətin bütün
qüvvələrinin sərkərdəsi vəzifəsinə nail olacaqdır. Həmçinin rəvayətlərdə digər bir hərəkatdan da söz açılır ki, o da Suriyada Osman İbn Süfyanı vasitəsilə başlayacaq və Suriyanın Ordaniya tamamlığı ilə öz hərəkatları altına keçirəcəkdir.